Qazaxda ali təhsilli xanım rayon icra hakimiyyətinin başçısının müavini Məmməd Alıyevin maniələrinə görə intihar edəcəyini bildirir. Analoqda AS xəbər verir ki, Xalq Aza müraciət edən Səbinə Xasayeva bildirir ki, Qazaxda işlə bağlı müraciət etmədiyim yer qalmayıb, işə götürmürlər. Bütün maniələri icra başçısının müavini Məmməd Aliyev edir. Şikayətçi Səbinə Xasayeva yazır, mən illərdir mənə qarşı ögey dürüst olmayan, qərəzli münasibət göstərən vəzifəli şəxslərin hərəkətlərindən əziyyət çəkirəm. Mən ali təhsilli olsam da Qazax rayonunda bəzi məmurların qəzəbinə tuş gəlmişəm. Elə ki, həmin şəxslərin bəzilərinin qanunsuz əməllərinə qarşı haqq səsimi çıxartdığıma görə məni və ailəmi bir tikə çörəklə sınağa çəkirlər. Qazax rayonunda mənə illərdir ki, minimum əmək haqqı məbləğində olan bir iş belə əldə etməyimə bürokratik əngəllər yaradırlar və bu barədə bütün dövlət orqanlarına məşğulluq idarəsinə göstərişlər veriblər. Mən ali təhsilli, əmək qabiliyyətli olsam da indiyə kimi valideynlərimin təqaüdünə möhtac qalmışam. Atam artıq həyatda deyil, mənə qarşı edilən haqsızlığa qəlbi tab gətirmədi, vəfat etdi. Mənə və ailəmə qarşı edilən qanunsuzluqların başında Qazax rayon icra başçısının birinci müavini Məmməd Aliyev durur. Mən artıq onun əlindən özümü öldürmə həddinə çatmışam. Nə edəcəyimi bilmirəm. Mənim illərdə kim mübarizə aparır. Mən çörəyin dərdində olan, ay sonunu necə gətirəcəyini, kreditləri, kommunal xərcləri necə ödəyəcəyini, dərmanları necə alacağını bilməyən biliyəm. Mənim artıq dayanacaq gücüm qalmayıb. Belə ki, mən hansı idarəyə işlə təmin olunmaq üçün müraciət edirəmsə, orada mənim müraciətimin yox cavabı verilir. Mən işlə təmin olunmağında yaratdıqları maneələrə əsas səbəbi bilinmir. Hətta Məşğulağa və Milli Məclisin deputatı Səməd Seyidova da müraciət etəndə heç bir köməklik göstərilmir. Qeyd edək ki, bu müraciəti Qazax rayon sakini Xasayeva Səbinə Rafail qızı edib. O Gəncə Dövlət Universitetinin məznunudur. 2023-cü ildə Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakini Xasayeva Səbinə Rafail qızının müraciətinə əsasən fərdi şəkildə qəbul edib. Səbinə Xasayevanın işlə təmin olunma barədə müraciətini dinləyən rayon rəhbəri ona dövlət qulluğuna imtahanda iştirak etməsini tövsiyə edib və işə düzəlməsi ilə bağlı heç bir köməklik göstərilməyib. Məsələ ilə bağlı Qazax rayon icra hakimiyyətinin başçısının müavini Məmməd Aliyevin mövqeyini öyrənmək mümkün olmadı. Yazıda adları keçənlərin də mövqeyini dərc etməyə hazırıq.